Salamlar. Bugün junk journal edirik, amma yenə fərqli bir üslubda. Bugünkü mövzumuz özünə məktub yazmaqdır. Mənim belə konvertlərim var. Belə. Bunlar təbii ki açılmışdı. Yəni oxuduqlarımda məsələn bu hələ oxunmayıb. Çünki hələ tarixinə var. 12-11-ci ay 2025. Az qaldı əslində, çox qalmayıb. Bu belə bu şəkildə bir bu lövbərdən qalan bu artıq vaxtı keçib oxunub təbii ki. Belə bir boş. Deməli nədir? Bunlar vaxtı ilə yazmışam. Bu vaxtda açılıb, yəni iki boşdur, sadəcə məktubun formatı qalıbdı. Əslində bundan məndə daha çox idi. Sadəcə indi yanımda olanlar, üstümdə olanlar bunlardır. Nədir özünə məktub yazmaq? Başlayaq ondan. Mən nə edirdim? Özümə götürürdüm. Həmin anda istədiklərimi və yaxud da indi hiss elədiklərimi. Elə bil öz gələcəyindən danışırsan. Və başlayırsan məktub yazmağa. Və qəribə bir şəkildə bilmirəm, sən həmin an ona fokuslanırsan deyəmi bu baş verir. Yoxsa sən yazmağa başlayanda artıq əsl nə istədiyini elə bir özünü aldada bilməzsən də. Yəni deyirsən ki, okey, burada bunu şeyləyəcəm, yazacağam mən. Amma məktub yazanda görürsən tamam fərqli olur. Orada başqa bir şey yazmağa başladın. Yəni o özündən səmimi olursan. Və doğrudan da o məktubda yazdığın şeyə həmin vaxtda bir də vaxt qoyursan, deadline qoyursan və onu açanda artıq bəlkə də sən fərqində olmasan da şuuraltı olaraq artıq onun üçün çalışmağa başlayırsan. Artıq bilmirəm bu proses necə olur, amma mən bunu uzun müddətdir ki, bir hardasa 4 il demək olar. 4 il olar sınayıram. Özümə yazıram məktub, belə bağlayıram və açmaq olmaz. Həmin müddətdə 2025-ci ildə məsələn. Həmin vaxt demək ki, çox pis hiss eləmişəm falan. Yazmışam və sonra oxuyanda düzdür, bəlkəsi olmur, bəlkəsi olur, bəlkəsi olsa belə səni yaxşı hiss elətdirmir. Təkcə istəklərin deyil də həmin an məsəl üçün bir dənə problemin olur. Yazmışsan ora ki, nə bilim, falan problemim var, bla bla və s. Bəlkə də heç o problem də deyil. Sadəcə həmin an sən o hissin içindəsən və elə bilirsən ki, bu çox böyük bir problemdir. Məktub yazandaysa, birincisi yazanda artıq görmüş olursan, gözünün qabağında olur. Bəlkə də həmin an onu o qədər də böyük olmadı. İkincisi də ki, özünə indiki vaxtda bir xatırlatma olur ki, o vaxt atıram 5 ay əvvəl, 6 ay əvvəl, 6 il əvvəl bu mənim üçün problem idi, bu mənim üçün pis idi və yaxud da bu mənim üçün yaxşı idi. İndi isə mən belə düşünmürəm. Demək ki, indi içində olduğum vəziyyətlərdə keçicidir. Hər şey keçir. Bu metod mənim xatırlamam üçün çox önəmlidir. Çünki insan həqiqətən çox tez unutur hər şeyi. Yaxşını da, pisi də, istədiyini də, istəmədiyini də. Amma oturub ona baxanda görürsən, özünü aldada bilmirsən də. Yəni orada yazan sən idin, başqa heç kim deyildi. Amma belə düşünəndə bəlkə də düşüncələrdə özünü aldada bilərsən. Çox qəribə deyilmi? İndi istədim ki, bu səhifəni də özünə məktub şəklində eləyim. Hətta burada ad günümdə, mən hər ad günümdə falan yazıram gələcək yaşıma və yaxud da bu yaşımda nələr oldu o barədə. Burada yazmışdım axırıncı ad günümdə. Özümə burada məktubda yazmışam. Bu şəkildə bağlamışam, gəlin ad günümdə açacağam. İndi də bu tipli bir şey istəyirəm, amma tam olaraq necə olacaq onu bilmirəm. Belə konvertlərimi yapışdırsam, yoxsa necə? Heç bir ideyam yoxdur. Bu məktub deyil, onun içində kart vermişdilər bizə. Burasını istədanda yəqin ki, yapışır. Birazını sınayım, baxım. Məsələn,
Aa, yapışırdı oradan da. Çox qəşəngdir də. Görürsən bu nədir belə? Yapışdı. Çox qəribədir. İndi hamısını istəsən qəşəng olur. Onun için de böyle bir kart vermişler. Havuz kartı. Bu kartdan çok hoşum geldi. Niye de istifadə eləməyim. Amma heç bir ideyam yoxdur yenə həmişəki. Bu məktubu hələ açmamışam. İstəyirəm ki, belə bunu ana yerə qoyum ya da bu şəkildə ki, xatırlayım. Bura qoymağım mı yaxşıdır, yoxsa yox, onu bilmirəm. O qədər də bağlamışam ki, heç cür açıb baxmayayım. Amma indi içindən açıb baxmaq gəlir. Amma az vaxt qalıb, məncə saxlayayım. Bilmirəm, bunu yapışdıraram, yoxsa yox. Burada bir dənə də boş zərfim var, bu yaşıl. İstəyirəm bunun içinə də bir şey yazım qoyum. İndiki vaxtdan. Siz də məndən bəlkə yazarsınız. İstədiyiniz vaxtda 3 ay sonraya, 5 ay sonra. Hatta bir program var. Future miydi nədir? Bilmirəm. Belə bir proqramdır. Araşdırsınız, ChatGPT-də falan desiniz. Mən indi yadıma düşdü deyə araşdırmamışam. Bəlkə də o yol göstərər. Orada məktub yazırsan özünə və öz sənin mailinə gəlir də. Yəni bəzən olur da, məsələn, tutaq belə bir məktub yazdım, amma açmağı unutmuşam və yaxud da yazdığımı unutmuşam. Mən kağız çoğuzla çox oynadığıma görə yazmağı, əllə yazmağı daha üstün tuturam. Nəinki maildə, düz onu da eləyirəm. Maildə məsələn yazırsan 3 ay sonraya və yaxud da 3 il sonra, həmin vaxtda sən əgər hələ də o maili istifadə edirsənsə, sənə mesaj gəlir ki, özünə bu məktubu yazmışdın. Onu da eləyə bilərsiniz. Niyə də yox? Ne diyeyim bilmirəm. Sadəcə belə məktubları düzmək istəyirəm. Amma bilmirəm. Bəlkə belə birinci belə ağ eləyim. Hiçbir fikrim yok arkadaşlar. Bunun içinde bunlar dediğim kimi açılmışlardı. Nəsə yəqin ki itməsin deyə notları doldurmuşam içinə. Özümə notları da qoymuşam. Bir yerdən başlamaq lazımdır. Buna görə də elə bu altına birinci düşünürəm ki, bir vərəq yapışdıraq. Hətta bu vərəq ağ olsun elə. Köhnə salfet, əvvəlki vərəqin salfetkaları necə görünür burada. Belə bu şəkildə yapışdıraraq bir ağ ton. Dəftər alanda xahiş edirəm, damalı dəftərlər almayın cənk jurnal üçün. Çünki ekstra bir şey yapışdırmaq məcburiyyətində olursunuz. Məndə elə də ən azından. Düzdür, bu da bir prosesdir, amma nə ehtiyac var ki? Buna görə mən elədim, siz eləməyin. Bu arada Azərbaycanda heç görməmişəm də, bəlkə də məşğul olanlar var, amma heç belə Instagramda, YouTube'da heç, bəlkə də Instagramda var, amma axtarış verəndə həmişə xarici səhifələrdə daha çox çıxır, bizdə yoxdur ümumiyyətlə. Qəribədir. Maraqlıdır, amma olar. Bu şekilde bir artık səhifəmiz var. Ola bilər ki, məhz məktub halında yazmaya da bilərsiniz. Bir dəftər tutub o dəftərdə şəkillərlə, bəziyə də yaza bilərsiniz. Niyə də yox? Yəni, bu baxır sizin seçiminizə.
Nə istəyirsiniz ona. Birincisini bu şəkildə eləyirəm. Necədir? Məncə qəşəngdir. Məktub şeyi var da, imajı. Mən sadəcə istəmirəm ki, burada bir şeyləri yapışdırım. Belə ASMR düzdür, o tipi də yaxşıdır mən. Ay Allah, bu da qutarır. Bunu da gərək əməlli kley falan alış-veriş eləməliyim. Hə, amma diqqətli olmaq lazımdır. Çünki keçənlər deyib bu ağardıcı. Bunsuz işim getmir, gedib almışam. Mənə ağardıcı verib. Mən kley istəmişəm, ağardıcı verib. Gərək özüm diqqətlə baxım. Mən də tələsirdim. Çox belə incələmədim. Nədir, götürdüm, çıxdım da. Hə, nə deyirdim? İstəmirəm də sadəcə ASMR olsun, rahatlama videosuna baxsınlar. İstəyirəm həm də istər-istəməz bir yol qət edirsən, bir şeylər öyrənirsən. Hamıya aiddir bu. Yəni mən bunu öyrənmişəm, öyrədəcəm deyə bir iddiam yoxdur, amma məncə hamı öz yolunda bir şeylər öyrənir. Bunu başqalarına da öyrətsə nə xoş olar. İstəyirəm ki, bu səhifədə də bir şeylər paylaşanda, tutaq burada adi bir junk journalda paylaşa bilərəm də. Amma istəyirəm ki, baxan da bir şey öyrənsin, bir şey qatsın özünə. Tutaq bugün junk journal eləyir. Lap junk journal eləyir. Burada məktubu gördü, öz üçün məktub yazsın. Çox qəşəngdir. Proses belə. Hətta bunu necə eləyə bilərsiniz? Mən həmişə dostlarımın falan ad günü olanda, belə nə bilim bayram olanda bunları daha çox fürsət bilirəm. Niyə? Yəni xüsusi gündə, əslində heç bir gün xüsusi deyil də. Bizim ona yüklədiyimiz dəyərdir. Bunu hər hansı bir gündə eləyə bilərsiniz. Amma mən o günlərdə xüsusən eləməyi xoşlayıram. Çünki itmir də o. Həmən vaxt şəkil çəkirsən falan. Normal gündə bəlkə də onu eləmirsən. Dostlarımın ad günündə çox vaxt belə qəşəng zərf alıram. Dəftər, qələm, karandaş, özümün artıq nə kırtasiyə, reybus şeylərim varsa götürüb gedirəm. Elə bir workshop verirəm də dostlarımın ad günündə olaraq. Bəzən hələ hədiyyələrin içində də orada yazır özünə məktubu. Mən ona məktub yazmıram, mən səni sevirəm falan. Çünki onun özünün özünə deməsi lazım olan və ad günləri bu günlər üçün məncə xüsusi olaraq dəyərlidir ki, sən özünə bir dəyər verirsən, hər hansı bir istəyini və yaxud da hər hansı bir hissini önəmli bilib onu qeyd edirsən. Və istəyirəm ki, bol-bol belə şeylər eləyim. Hətta olubdur ki, bir yerdə yazmışıq dostumdan, sonra növbəti ad günündə bir yerdə oxumuşuq, onunla bərabər özüm də oxumuşam da. Və çox qəşəng hiss eləyir də adam. Necə deyim, bir il əvvəl tam başqa bir mərhələdəydim, başqa bir baxış açısındaydım. Çox dəyişirsən. Çox tövsiyə edirəm. Belə bir şey heç estetik olmadı ha. Rəngbərəng eləmək istədim, amma bu rəng tonları mən aşiqəm də. Maloçnu bu, belə çox nöqtə rənglərdir də. Necə eləyim ki, qəşəng olsun. Bəlkə belə. Belə eləyərəm böyük ehtimal elə. Bunu necə eləyim? Belə. 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 Burada bu da var. İstəyirəm bu da olsun, düşsün ora. Amma necə? Bu yadımdadır bu məktubu yazmağım. Burada da ilk dəfə havuza başlayanda yazmışdım özümə. Və həqiqətən də sonra oxuyanda çox şeyin dəyişdiyini görmüşdüm. Belə eləyə bilərəm. Estetik bir şey yaratmağa çalışıyorum mən. Daha doğrusu yarada bilməyəndə mən. Prosesin özün zövqlü deyə bəhanə də elə bil özünü sorğulamağın, özünü axtarmağın üçün.
Gərək bunu başdan vurardım, hə. Niyə də bunu belə kəsib? Biraz arada qaydaları pozmaq lazımdır. Məktub olduğu bilinir, görəsən. İstəmirəm bu yazı örtülsün. Necə eləyim mən bunu? Gərək bu tərəfi kəsərdim. Bu kayçimi burada artıqdır. Bir ideya ağlıma gəldi. Bunu yapıştırdığımız kimi elə qopardıq burasını. Daha üstə yapışdıra bilərik. İşte bundan bir dənə də var idi. Onu da kəsə bilərdim. Bunu mən qutuda almışdım, bu zərfi. İçində təxminən 5 dənə falan idi. Özümdə hal-hazırda ikisi durur. Yəqin ki, yenə dostlarımın ad günündə istifadə eləmişik. Ya da yanımda değil, bilmirəm. Aha. Evet arkadaşlar, isterseniz yapabilirsiniz böyle bir şekilde. Necə oldu bu getdi? Bayaq belə deyildi, axı Nature'ın üstünü tutdu. Bayaq belə eləməmişiz. Nə demirsiniz? Bayaq belə eləməmişdim. Heç olmasa bu görünsün. Təzdən buranı kleyləyirik. Kley yox, hətta skoçlardan da istifadə edə bilərəm. Bu vision boardlar falan var. Hazırlayırlar yeni ildə. Xəyallar panosu. Doğrudan da mən özümdə yoxlamışam. Neçə dəfə həqiqətən də işə yarayır. Orada qoyduğun şəkillər falan həyata keçir. Bunun işləmə mexanizmi necədir? Orada sehir, nəsə möcüzə baş vermir. Sadəcə sən o xəyalı yapışdırırsan, daima gözünün qabağında olur o. Və avtomatik, fərqində olsan da olmasan da artıq şuuraltı olaraq onun üçün çalışmağa başlayırsan. Məsələn, ora qoymuşsan, tutaq ki, hər hansı bir yerə səyahət ya da nə bilim, tutaq ki, bu il cildimə daha yaxşı baxacağam və yaxud da mənəvi inkişafım üçün bir şey eləyəcəm, karyeram üçün də. Sən onu yapışdırırsan gözlə gördüyün bir yerə, avtomatik olaraq özün fərq eləməsən də günlük həyatını ona görə proqramlayırsan. Çünki beyin artıq gördüyünü bir yerdən sonra tətbiq eləməyə başlayır. Yəni onun işləmə mexanizmi o da əslində sən orada əziyyət çəkirsən. Heç bir ay mən elədim deyə, bunu belə elədim deyə oldu, olmur da. Yəni əmək verirsən, heç kim durduq yerdə birdən-birə xəyallarını, nə bilim, bunu, onu yaşaya bilmir. Və yaxud da karyerasında yüksəliş eləyə bilmir. Yəni bu qeyri sağlam bir düşüncə tərzidir ki, mən oraya yapışdıracağım və möcüzə baş verəcək, nə bilim.
vəzifəm artacaq, falan şey olacaq. Yəni bu qeyri-realdır. Özümüzü aldatmayaq belə şeylərlə. Amma onu eləyə bilərsən. Həm dediyim kimi mənə kağız-çoğuzla bağlı hər şey inanılmaz zövq verir də. Bunun burasını kəsirəm çünki altda qalacaq, heç görünməyəcəkdir. Bunu da bir şeylə yapışdırarıq. Niyə də bu olmasın elə üstündəkilərə. Yəni özümüzü elə şeylərlə aldatmayaq. Çünki heç sən durduq yerə olmur. Düzdür, hər şey sən planlamaqla da olmur. Mən deyirəm, bunu eləyəcəm, bacaracam. Amma durduq yerdə də olmur. Onun bir balansı var, bir ortası var da. Biraz çalışırsan, biraz istəyirsən, biraz o sənə lazımlı bir şey olsun ki, gəlsin, sən tapsın və s. Bu cürdür mexanizmi. Bilmirəm, sizə piano səsi gəlirmi? Mənə gəlir. Evin divarları o qədər incədir ki, yəni ses keçirdir. Orada addım atsalar qonşuda. Bura ses gəlir, piano çalır, səsi gəlir bura. Bu şəkildə. Əslində çox tez bitdi, çünki məktublar çox böyükdür. Bunu da buraya yapışdıracağım. Bəlkə bura bir şey eləyərəm. Bunların hansınısa içinə də yəqin ki bir şey yapışdıraram. Bu yoxsa bu. Mən göbələyi çox xoşlayıram. Bitib o qədər, yəni xoşladığım ortadadır. Ona görə bundan istifadə edəcəm. Həm də gülü falan var. Bu rəngə görə də, yəni gül dediyim, gülü falan var dediyim odur. Deyəsən, amma gül hissəsi düşməyəcək. Belə eləyə bilərik, bu şəkildə kəsib. Özümə təzə qayçı falan sifariş vermişəm. Düzdür, kley falan da görə sifariş verərdim. Amma onu yəqin ki, özüm gedib alacağım. Çünki etibar eləmirəm biraz sifariş edib. Gidib alaram, baxaram necə olur. Burada bir kley falan keçə bilərik. Yine bu üstə çıxdı ya. Mən nə qədər istədikcə ki, bu üstə dursun bu yazı. Artıq 3-cü dəfədir sökürəm. Siz mənim kimi eləməyin. Düşünün sonra. Bunu necə yapışdıraq? Deyəsən yapışdıra bilməyəcəm heç bunu. Burada yapıştırırım. Bura qaldı artıq.
Burada bunu yapıştıracağım. Boşluk kalmasın. Bu şekilde özümüze mektup yazmaq. Çok qəşəngdir. Çox. İndi gələk stikerlərə. Sizə bir çox məktubum daha qaldı. Ama hamısını yəqin çox da istifadə edə bilməyəcəm dəftərdən. Burada görək ondan bağlı. Məncə olmalıdır elə burada. Yəqin ki bu rəngdə düzdür. Yox, eyni deyil. Bu necə? Seçə bilmirəm. Hamısı çox qəşəngdir. Hətta ikisini yapışdıracağıq. Mən uzun müddət məktub yazmağı, özünə məktub yazmağı özümün kəşf elədiyini düşünmüşəm. Heç kim bunu belə bir şey eləmədiyini, mən elədiyini düşünmüşəm. Nə qədər saçma bir düşüncə tərzidir. Çox effektivdir. Çox. Elə indi durun eləyim. Elə indicə. Bundan xoşum gəldi. Bunu harasa yapışdırmalıyım. Ne kadar qəşəng şeyler var. Göy quşağımın həmişə xəyalları xatırladım. Bir dənə də günəş olsun. Günəş deyirəm, gül. Gülü görüb günəş deməyim. Çünki günəş gülü elə çəkiblər ki, hamısı eyni boyda günəşə oxşur. Bu yaşlılandı. Ay çok tatlış oldu. Bak bunu niye özünüzden əsirgiyirsiniz? Bak. Adam o kadar sevinir ki düzəldirsən sonra baxırsan çox xoş gəlir də adama. Burada yazılıb. Elə bir şey yoxdur əslində ondan bağlı. Belki bunu yapıştırırıq. Sen bu mavilini. Aman çok güzel oldu. Görək burada digərində nə var? Burada yazılar var idi, səhv eləmirəmsə. Yazılardan bir şey çıxa bilər. Buradan. Yoxdur məktubla bağlı bir şey. Mən görmürəm. Bəzən belə videonu çəkib sonra videoya özüm baxıram. Deyirəm, orada falan şey vardı. Niyə bunu istifadə eləməmsən? Niyə bunu belə eləməmsən? Həqiqətən orada bir daha fərqinə vardım ki, insan dönüb özünə baxa bilməlidir. Çünki həmin an o şeyin içində olanda görmürsən özünü. Dönüb baxa bilməlisən. Net olaraq budur. O dönüb baxa bilmək də çətin məsələ deyəsən, aynaların olmalıdır. Elə aynalar ki, sənə yansıda bilsin. Bu asan məsələ deyil özünü yansıtmaq. Çünki bu bir insandan da ola bilər, bir kitabda ola bilər, bir videoda ola bilər, sənə aynalayan. Və yaxud da özün ola bilərsən. Ən çətini bəlkə də elə özü. İnsan özüdür. Çünki özünü kənardan görə bilmirsən. Çox qəribədir. Çox qəribədir. Ancaq mən burada yapışdıracaq bura bir şey tapmıram.
Yazmaqla bağlı var, amma mən renklidir deyə bu cür şəkillər mənə, realistik şəkillər mənə uyğun olmayacağını düşünürəm. Məncə yazmaqla bağlı bu var. Bu qədər. Məncə əsas mesajı çox sadə olaraq verə bildim. Özünə bu yaxşılıq elə. Sən də otur elə özünə indi məktub yaz. Ola bilər hansısa hisslərini özünə etiraf elə, gələcəyinə bir xatırlatma elə. Çünki biz çox tez unuduruq. Çox tez unuduruq. Özünə xatırlatma elə ki, nəyi xatırlamaq istəyirsən gələcəkdə. Bu çox önəmlidir. Çox tez unuduruq. Çox, yəni. Adım kimi əminəm. Hətta burada bir şey gördüm. Yapışdırın bunu da. Çox tez unuduruq. Həqiqətən istədiyin şeyi unudursan, özünü unudursan, sən bu deyildin axı, xəyalını unudursan, qorxunu unudursan, bu da önəmlidir, qorxularını unutmaq. Çünki sənə bacardıqlarını unudursan, çünki sənə bu qorxularını, bacardıqlarını unutmamaq çox böyük bir şey qatır. Hansı anlamda deyirəm? Məsəl üçün, hara qoyaq bunu? Bura qoyuram. Məsəl üçün, sən bir şey istəyirsən, amma qorxursan ona və yaxud da bacara bilmirsən, amma onu bacarandan sonra bunu unudursan və artıq elə həyat elə deyildi, hə bir şey əldə elədin, bitdi və yaxud da bir mərhələni keçdin, bir ağrını bitirdin, artıq bitdi, o yenisi gəlir, daha böyük gəlir, daha böyük gəlir. Və sən o mərhələdən keçəndə xatırlasan ki, sən bunu bacarmışdın, burada bir özgüvən gəlir, bir hiss eləyirsən də, yəni hər şey çox da vacib deyil, çox da əhəmiyyətli deyil, hər şey keçir, çox önəmlidir, çox. Ona görə unutmamağın üçün özünə bir xatırlatma elə. Sağ ol.